Modul nedir? Modul. Çok uzak koydunuz ya. Modullar birbirine küsmüş mü? Aha. Emin olun ki modul orta mektepte, neymiş orta mektep? Şimdi size sual versem burada problem yaşayacağız bu dəqiqə. Modulun içerisinden ne varmırdı? Mənfi çıxa bilmirdi. Bunun riyaziyyata niye daxil ediblər ki görəsən? Səbəb nə idi? Modulu orta məktəbə riyaziyyata niye daxil ediblər? Riyaziyyatçılar bekar mıydı? Ne problem var idi və nə baş verməliydi? Cəhənnəm zəbanisi. Gəl görək. Aferin, dur oradan. Bakın, mütləq qiymət ailə daxili münasibətlər kimidir. Evdə qardaşla bacı savaşa bilərlər, amma çölə çıxarkən sülh şəraitində çıxırıq. Evdəki ailə daxili münaqişəni çölə çıxartmırıq. Ona görə də mən səni mütləq qiymətindən sevirəm. Ay Allah, nə romantik cümlə oldu. Mən səni mütləq qiymətindən sevirəm. Mütləq qiymət paltaryan maşın kimidir. İçinə seçili paltarı atırsınız, yür, adam oxşadır, çölə çıxardır. Deyil mi? Mütləq qiymət mənfilərə boyun əyməz. Mənfilərə boyun əyməz. Məşhur bir şeir də var da, Səməd Vurğunun Vaqif dramı Qacarla qarşılaşır, deyil mi? Qacar nə deyir? Şair, hökümdarın huzurundasan, bunu sizsiz belə düşünürəm mən. Baş əymədiniz, əymədim, bəli, əyməz vicdanın böyük heykəli və bu modul çox mərddir. Mütləq qiymət eyni zamanda ata nəsiyyətidir. Ata nəsiyyətidir. Ata nəsiyyətim. Ata nəsiyyətim. Ata. Nizami Gəncəvinin bir əsəri var, bir şeiri var. Nə deyir orada? Oğul, sözlərimə yaxşı qulaq as. Ata nəsiyyəti faydasız olmaz. Nə hiləgər, nə vicdanlı dar ol. Hal bilən, sonra nədir? Hal duyan bir sənətkar ol. Bir elmi öyrənmək istədikdə sən çalış ki onu kamil biləsən. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Məndən söyləmək, səndən eşitmək, bir insan əli boş gəzməsin gərək. Ata nəsiyyətim dedimi və modulun ata nəsiyyətindən sonra içindəki vətəndaş moduldan çölə çıxır və yenə ağ olaraq çıxdı. Yəni modulun içərisində mənfidirsə ata nəsiyyəti ilə çölə çıxır. Təşəkkür edirik.